Allah-u Teala Peyğəmbərimizin sahabəsi ümrədə ikən Maidə surəsinin 94-cü ayəsini nazil edir. Ey iman gətirənlər! Allah sizi ehramda ikən əlləriniz və mizraqlarınızla ovlaya biləcəyiniz bir ovu qadağan etməklə imtahan edəcəkdir ki, tənhalıqda ondan qorxanları bilib ayırt etsin. Təsəvvür edin, ova yaralı heyvanlar sizin əlinizin tutacağı bir məsafəyə gəlir. Əlinizi uzatsanız tuta bilərsiniz. Sonra onunla yaxşı bir nahar da yeyə bilərsiniz. Amma Allah-u Teala bununla ehramda olan möminləri sınağa çəkir, imanlarını imtahan edir. Kimin tək başına qaldıqda nəfsinə hakim olub qadağan edilən işlərdən uzaq duracağını yoxlamaq üçün. Allahın bu imtahana ehtiyacı yoxdur. Onsuz da kimin imanının nə keyfiyyətli olduğunu o yaxşı bilir. Hər bir müsəlman imanın nə qədər keyfiyyətli olduğunu bilmək istəyirsə, telefonu ilə, sosial mediaya baş-başa qaldıqda necə davrandığına, hansı səhifələrə, kanallara girib çıxdığına baxsın. Və ya vəzifəsinin, işinin başında olduqda nəfsi ilə mübarizədə hansı qiyməti aldığına baxsın. Bəlkə kimsə qapı döyüldükdə, külək birdən səs etdikdə səksənib özünü yığışdırıb, sonra təhlükənin soğuşmasına aldanıb yenə günahına davam edəcək. Amma əsas gizlənməsi, günahını gizlətməsi gərəkən hər şeyi görən Allah daxı. Onu isə diqqətə almır. Hələ axirətdə də günahının bütün detallarına şahid olan əzalar var ki, o əzalar da əleyhində ifadə verəcəklər. Allah bizim gizliyimizi aşkarımızdan daha xeyirli etsin.